Salam kanalımın dəyərli izləyiciləri, hər vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda, yeni vlogumda. Bugün səhər-səhərdir, saat 11:12 işləmiş, sizlər üçün vlog başlayıram. Səhər-səhər ev eşiyi təmizlədim, hər zamanki kimi sildim, süpürdüm. Tozunu aldım, ancaq onları sizlər üçün çəkmədim, çünki hər gün təmizlik videosu ilə sizi bezdirmək istəmirəm. Düzdür, siz bunu çox bəyənirsiniz. Hər dəfə sual verəndə nə videosu çəkim deyirsiniz ki, təmizlik videosu. Buna baxmayaraq dedim bu dəfə fərqlilik olsun. Günortaya yemək hazırlayıram. Desəz ki, belə yemək olar. Neynəmək olar xanımlar? Mənim oğlum da qutabı çox sevir. Digər yeməkləri yeməsə də qutab üçün ürəyə gedir. Mən də asan variant tapmışam hazır lavaşdan. Onun üçün qutab hazırlayıram və söz vermişdim ki, sən məktəbdən qaydana sənin üçün belə qutablar hazırlayacağam. Öncədən göyərtini yuyub hazırlayıram, suyu çəkilir doğrayıram və lavaşın arasına qoyuram, tavaya əlavə edib qoyuram bişməyə. Nəysə, oğlumun yeməyini verdim məktəbdən gələn kimi. Yoldaşım da belə güllər alıb gətirmişdi. Biz buna balba gülü deyirik. Keçən illərində əkmişdik. Baxın xanımlar, keçən əkdiyimizdən 3-ü 4-ü belə yəni çıxıbdı torpaqdan, ancaq digərləri don vurdu, çıxmadı. Çünki bu illərim qışda qar yağmışdı xeyli. O qarın təsiri olaraq bu illərim artıq həmin balba gülləri çıxmadı. Bu arada xanımlar, sizdə bu gülün adı nədir? Çünki hər dəfə başqa-başqa ərazilərdə başqa-başqa ad verirlər. Bizdə balba gülü deyilir. Çox sevirəm bu gülü. Həm də ətri gözəl olur. Qopardıqda yarpağını çox gözəl ətir verir. Keçən illərim rəngbərəng əkmişdik. Hər rəngdə var idi. Bu il isə ancaq qırmızı rəng alıb yoldaşım. Dedim, o dibindən çıxanlar, keçəldən qalan çıxanlar yəqin ki, fərqli rəngdə olacaqlar. İnşallah bitsin, qalxsın, çiçək açsın. Sizlər üçün onu da çəkib göstərəcəm. Bu arada deyəcəksiniz ki, siz niyə yoldaşınıza kömək etmirsiniz, ancaq çəkirsiniz. Yoldaşım özü istədi. Ümumiyyətlə, gülü sevir, gül əkməyi sevir. Qaynanam da belədir, yoldaşım da bənzəyib qaynama. Həyətdə gül, çiçəyi çox sevirlər. Baxın, mən də kömək etdim, güllərə su verirəm. Mən də kömək edirəm. Bəsdir, bu qədər. Bu da mənim köməyim. Qızlar, işlərimi bitirdim, hazırlaşdım, gedirəm. Temudan bağlamam var, bağlamamı götürməyə. Geldim kargonu götürmeye. X kargodan kargonu götürmeye geldim. İnanırsınız, neçə dəfələrlə bu kargoyla sipariş verirəm. Bir həftə uzağı 10 günə gətirirlər. Yəni 10 günü keçmir. Məntəqəyə çatdırırlar, ən yaxın məntəqəyə. Mən də gedib götürürəm. Allah. Kargomu götürdüm xanımlar, gedirəm evə. Getdim, gəldim, təəssüf ki, orada çəkiliş edə bilmədim. Banka getdim, orada bəzi şeylər düzəltmək lazımdır. Düzəltdik, neynədik? Axırı hələlik pul çıxarda bilməmişəm. Pul çıxardığında sizə deyərəm necə etmişəm. Gələnlər belə kökə aldım. Bu kökələr yəqin ki, bilirsiniz, ballı kökə gedir. Təəssüf ki, bunu aldığıma peşman oldum. Baxın, bunun adı şirin kökələr. Niyə? İçi o birisilər kimi deyil. Gördüm ki, ucuzdur. Təsəvvür edin neçə, biri 20 qəpik. Halbuki o digər mağazalarda 40 qəpikdən aşağı deyil. 20 qəpik olmağından elə başa düşməli idim. İçindəki apartulla, yəni içi nə şirin deyil, nə dadlı bir şey deyil, ləzzəti yoxdur. Sadəcə yumuşaqlığı var. Belə xoşuma gəlmədi. Xurma götürdüm. Mən xurma ilə çay içməyi o qədər sevirəm. Bir də oğluma cips götürdüm. Qızlar, bu arada pərdəm artıq düzləşib. Quruyub, mən gedib gələnə kimi dümdüz olubdu. Çox yaxşı. Yan kimi çıxardıb asanda qırışmır.
düz qalır. Aşağı abrotda yuyun 400 və yaxud da uzağı 800 abrotda yuyun, sonra asın. Belə olduğu zaman ütüləməyə ehtiyac qalmır. Yuyan kimi də asmaq lazımdır ki, maşında qalıb qırışmasın. Belə. Xanımlar, kargonu gətirdim. İndi isə sizlərlə birlikdə açaq, baxaq görək. Bunun içərisində nə var? Böyük görünür. Gəlin baxaq. Nələr almışam, nələr? Burada bax, burada bir deşik var. Buradan daxil olaq içərisinə. Baxın, görə düşürmü? O qədər möhkəm bağlayıblar. Gəlin baxaq görə içərisində nə var? Baxın qızlar, nə götürmüşəm. Güman edirəm qırılmamış. Gəlmiş olar. Bu qızımın güldanına qoymaq üçün otağına uyğun belə narıncı və qəhvə rəngdə təbii səhv etmirəmsə güllərdir. Bunu deyəsən 4.90-a götürmüşdüm. Ləçəkləri biraz tökülür. Əsas o da qırılmasın. Bax, buna oxşayan bir şey. Görürsünüz bunu. Buna oxşayan bir şey. Güldana indi qoyaram. Baxarsınız. Biraz töküldü. Çünki yol gəlib. Eybi yox. Əsas o da qırılmayıb. Baxın, belə bir şeydir. Nə dərəcələ. Kəsib qoymalı olacaq deyəsən buradan. Bir də açmalıyız. Qırılıb ikisi, eybi yoxdur. Necədir qızlar? Mən çox bəyəndim bu rengi. Təbiidir bu arada. Təbiidir. Qızlar, bu çantanı endirimdə götürmüşəm. Deməli, necə oldu bunu götürdüm. Ucuz qiymətə düşmüşdü. Səhv etmirəmsə 4 manat. Bu da neçəsə qəpik idi. Yorumlarda yazmışdılar ki, çox kiçikdir. Həqiqətən də kiçikdir. Ancaq telefon yerləşdirmək olar. Telefonu qoyaq baxaq. Belə bir asılqanı var. Telefonu baxaq görək yerləşirmi? Oh my god. Bu telefon bura yerləşmir. Belə, yox. Belə qoymaq olar. Telefon yerləşmədi qızlar. Belə telefon yerləşmədi. Telefon yerləşmir, baxın. Əslində qiyməti çox baha deyil. 13 manat idi. Endirimdə 4 manat 90 qəpik idi. 70 qəpik idi. Nədir götürdük. Belə cinslə, cins kofta ilə və yaxud da cins şalvarla taxmaq olar. Pis deyil. Amma çox da deyil, mükəmməldir. Yalan deyərəm. Ancaq belə kiçik çanta sevənlər üçün yaxşıdır. Qızlar, bu nədir? Səhv etmirəmsə bu olmalıdır fen. Hava feni almışam Temudan. Necə almışam xanımlar? Endirimə düşmüşdü 29 manatdan 13 manata. Mən də götürdüm. Hava fenim xarab olmuşdu. Almağı düşünürdüm. Baxaq görək bu necə çıxacaq. 13 manat çox ucuz qiymətdir əslində fen üçün. İstifadə edin, baxın. Belə görünüşü pis deyil. Belədir. Boz deyildi o. Keyfiyyətinə indi içində darağı da var. Baxın. Baxın xanımlar. İçində yoxdur. Hər şeyi var. Hətta bu nədir? Saçı belə deyil. Hə, taxırsan belə. Saçı nəsə belə qıvrım eləyir. Nəsə eləyir. Masaj eləyir. Belə bir şey. Hər şeyi var. 13 manata hər şeyi var qızlar. Təsəvvür edin. Bu nədir bəs? Burada çatmadı mənə. Çırt nədir? Maraqlıdır, mən bilmədim bu nədir.
Taxaq əlimdə partlamasa yaxşıdır. Deməli belə. Deməli bu işte. Aşağı topla. Qızlar əla. Yəni itirməyi, gücü əla. 13 manata dəyər sıfır. Bunları da qoyun. Baxın nə var. Saçı yığmaq üçün qırağından belə keçirdirsən 2 dənə içində. Hamısı xarab olsa da bunlar istifadə olunacaq. Bu var. Mən də yapmışdım. Arqanazer var. Qızıma hədiyyə eləmişəm bunu. Xəbəri yox idi mən bunu verəndə. Onu açana kimi bunu açım. Qızlar, yaşıl rəngli liner götürmüşəm. Zərri. Bilmirəm heç istifadə edəcəm ya yox. Görünüşünə vurulub götürmüşəm. Baxın. Baxın qızlar, necə gözəldir. İşləmədi. Sadəcə zərdir. Mən elə bildim ki, zərri linerdir. Sadəcə zərdir. Zər vurursan. İnşallah sağ salamat olar içindəki. Baxın, şəkildən bildiniz artıq nədir bu. Yəqin ki, Temuda qarşınıza çıxmış olar. Biz bunları monte eləməliyik. Çıxardım. Belə bir şeydir, baxın, qızlar. 3 dənə çəkməcəsi var. Özüm bu rəngi seçdim. Rəhni seçmədim. Şəkildə gördünüz, rəhniləri də var. Özüm rəhsi seçdim. Bir dəqiqə. Baxın, belə rəhləri vardı. Mavi, sarı və çəhrayı. Düşündüm ki, qızımın yaşına daha çox maloçun rəngdə uyğun gedər. Orqanayzerdir. Və bu da orqanayzerin dovşanlarıdır, qulaqlarıdır və tutacaqlarıdır. İndi biz açaq, üzərinə monte eləyək. Qızımla birlikdə görən necə olacaq. Bunun qulaqlarına bax eləsən. Qulaqlarına bax eləsən. Çox qəşəng. Baxın. Bu necə taxır? Tərsinə. Belə. Birbaşa keçirdirik. Necə eləyirik? Nə verdim? Qırıb eləyərəm. Bunu bir təhər taxdıq. Bərk basmalıyıq ki, girsin. Biz də qorxumuzdan çox bərk basa bilməyirdik ki, qırılar. Çünki bu qırılan materialdır, bu qulaqları. Elə bilmişdim ayaqları belə olacaq. Ayaqları da, deyə ayağı. Bu ayağı niyə belədir? Çatlamayıb. Yox, özü hamısını. Belə göstər belə. Kamerada onu göstər. Ayaqlarını salırıq xanımlar. Bu da ayaqlarıdır. Burada keçirən yeri var. Xətləri var. Bu xəttin düz salmısan. Giribsən. Onun da xəttin düzdür. Belə. İndi çəkməcələri. Baxın. Aşağısı belədir xanımlar. Yuxarısı belə. Və çəkməcələri də indi salacağıq. Baxın, belə çəkməcələr var. Çıxır, təmizləyib salmaq olar rahatlıqla. Deməli qızlar, bunu monte elədik. Baxın, belə çəkməcələrdir. Belə qulaqları var. Yuxarı çəkməcəsi bu formadadır. Aşağı çəkməcəsi də bu formada. Bunları da üzərinə yapışdırmalıyıq. Gəlin bunları yapışdıraq. Qızlar, belə silikon yapışqandır. Baxın, qızım yapışdırır. Bu dovşan başına hara yapışdıraq? Bura. Bunlar da bəzəklərdir, xanımlar. Yaxşı yapışdıraq ki, qorxmasınlar. Patili bebek var. Çox qəşəngdir patili bebek. Bu da patili bebekdir.
Xanımlar, belə bir şey alınır. Həqiqətən çox gözəldir. Bunu da 13 manata, 12 manat neçə qəpik, 13 manatdır. Endirinə götürmüşük. Belə qiyməti bahadır. Hardasa 25-dən yuxarı idi səhv etmirəmsə. Hal-hazırda qiyməti bahadır. Yenə indiki qiymətini sizin üçün yazaram, qoyaram videonun ya sağ ya da sol tərəfinə. Bunu gətirdim. Bu Zəhranın sevdiyi, sevərək aldığı güldan. İndi bunu tökləsin tökək. Sonra evlə bir olmasın. Baxaq güldana qoyaq. Orasını at. Görək necə görünəcək. Çox qəşəngdir qızlar. Evet. Qarışdırmaq da olar belə rəngləri. Baxın necə gözəl görünür. Bir ikisi qırılıbdır. Eybi yox, aralarından salmaq olar ki yaxşı görünsün. Belə bir şey alındı. Otağı üçün məncə çox uyğun olacaq. Qəşəng. Həmin gündür günortadan sonra hazırlaşdıq, getdik YouTube'dan ilk pulumu çıxartmağa. Nəhayət ki xanımlar, YouTube'dan ilk pulumu çıxartdım. Ötən vlogda qeyd etmişdim, bankdan zəng gəlmişdi. Həmin günü alınmadı. Pul çıxartma səhərinin günüdür, getdik. Bankomatdan pulu çıxartdıq və gedirəm YouTube qazancımla bazarlıq eləməyə. Öz maaşımla bazarlıq edirəm. Qızlar, öz maaşımla bazarlıq edirəm. Dağıt tutmuşam yani. Öndündə görünə tapıram. Bir dənə cip. Salatını yeyirəm. 500 qram. Gördüm. Bilmirəm belə. Ben bizden yemeğim yerine tohumdan damla. Bak bu ne? Hı? Yoldan kaldırdım. Getdik xanımlar, bankomatdan pulu çıxartdıq. Bankomat Bravo'da yerləşdiyi üçün dedik getmişkən evə lazım olan ərzaqları da götürək. Götürdük, gəldik. Pulu sizin üçün çəkirəm. Bu mənim ilk qazancım, YouTube'dan çıxardığım puldur. Mənim deyəndə bizim nə üçün deyirəm? Xanımlar, bu tək mənim pulum deyil. Bu iki AdSense hesabım puludur. Yəni iki YouTuberin puludur. Başqa bu YouTuberin də hesabını öz hesabıma bağlamışam. Bəli, bunu mən etmişəm. Bilmirəm səhv etmişəm, yoxsa doğru etmişəm. O vəziyyətdə belə alındı, belə etdi. Xanım məndən xahiş etdi. Başdan danışım sizə necə oldu. Mənim artıq kanalım pul qazanmağa başlamışdı. 4000 saat tamam idi və 1000 abunəm. Mən AdSense-ni özüm açdım. Düzdür, bir neçə yerə getdik. Onlar bacarmadılar. Hər bir şeyi özüm etdim. Açdım pul qazanmanı və belə qəpik quruş pul yığılırdı. Sonra tanış xanım var, o da YouTube'a başladı. Məndən sonra başlamışdı. Onun da gəldi 4000 saatı və 1000 abunəsi tamam oldu. Tez tamam oldu. Məndə ilə nisbətən daha çox gəlir əldə etdi və onu AdSense-yə bağlamaq lazım idi. O da bacarmadığından məndən xahiş etdi. O artıq bilirdi ki, mənim kanalım var və mən pul qazanıram, hesabı bağlamışam və mən də onun YouTube kanalını öz AdSense hesabıma bağladım və beləliklə ikimizin də qazancı bir hesaba gəldi. Nəysə, bütün prosesləri etdik. Sonda vergi məsələləri idi, onları da həll etdik. İkimizin də qazancı bir yerə gəldiyi üçün ötən vlogumda qeyd etmişdim. Mən əslində pulu çıxarmaq istəmirdim. İstəyirdim ki, yığılsın məbləğ, çoxalsın. Ancaq xanım istəyirdi, buna görə də məcbur qaldıq. Getdik, pulu çıxartmaq qərarına gəldik və pulu çıxartdıq. Demək olar ki, yardan çoxu xanımındır. Allah ruzusunu, bərəkətini bol eləsin. Hər kəs əziyyət çəkib qazanır. Həqiqətən də YouTube işi ümumiyyətlə əziyyətdir, həm də biraz da şans işidir. Bilmək olmur, hansı videoda necə qabağa gedəcəksən. Deyəcəksiniz xanımın kanalını bura qoyun izləyək. O mənim kimi günlük vlog və yaxud da yemək videosu çəkmir. O tamamilə başqa bir formatda video çəkir. Ümumiyyətlə tək Azərbaycanlılar üçün video çəkmir, bütün dünya üçün çəkir. Qısa şortlar çəkir. Buna görə də onun kanalı daha çox izlənir. Bu yolda ona da, özümə də və bütün YouTuber xanımlara da uğurlar arzulayıram. İnşallah davamı gəlsin. Bu arada xanımlar, onu da qeyd edim buradan.
Deməli, biz bu pulu çıxardanda mütləq dövlət vergisi verməliyik. Dövlət vergisi də deməli götürdüyümüz pulun 20%-idir. Bəli, bəli, düz eşitdiniz. 20%-i. 20% də bilirsiniz ki, kifayət qədər yüksək bir məbləğdir. Başqa cür mümkün deyil. Vergidə belə sosial mediayla məşğul olan, yəni YouTube ilə məşğul olan insanlara güzəşt yoxdur. Təəssüf ki, 20% həqiqətən də çoxdur. Onu da qeyd edim ki, ümumiyyətlə biz YouTube-dan pul qazanmağa başlayanda YouTube onsuz da bizim qazancımızın 60%-ni götürür. Bəli, yenə düz eşitdiniz. 60%-ni YouTube özünə götürür. Bizə oradan deməli qalır 40% gəlir. Biz pulu necə qazanırıq? Reklamlar vasitəsilə qazanırıq. Hər hansısa bir reklam verən bizim videomuza reklam verir və siz izlədiyiniz reklamlardan bizə gəlir. Yenə qeyd edirəm 60% YouTube götürür və belə də yığılan puldan biz çıxardanda 20%-ni dövlətə vergi veririk və üstəgəl hər pulu çıxartdığımızda fərqi yoxdur. İstəyirsən 100 manat çıxart, istəyirsən 10.000 manat çıxart, fərqi yoxdur. 100 manat verməlisən. Deməli sığorta idi, nə idi bilmirəm. Axırı 100 manat verməlisən və üstəgəl 16 manat və çıxartdığının 20%-ni sən dövlətə verməlisən. Bu həqiqətən də çox yüksək bir məbləğ olur. Yenə 100 və 16 manatı yüksək məbləğ götürəndə bir elə də gözə görünmür. Ancaq sən götürdüyün yüksək məbləği tutaq ki, götürmüsən 2000 və yaxud da 4000, onun 20%-ni verirsən dövlətə. Hər 1000 manatda 200 manat sən vergi verirsən. Məncə bu çoxdur. İnşallah bu işlə bağlı dövlət bir tədbir görər və belə sosial media istifadəçiləri üçün də güzəştli vergi tətbiq edər. Nəysə xanımlar, bugünlük bu qədər. Sizlərlə bu barədə elə düşünürəm ki, kifayət qədər danışdım. Gələn videolarda, gələn vloglarda görüşərik. Sualınız olsa mütləq yorumlar qismində qeyd edin. Oxuyacağam və cavablandıracağam.